yoldaşları, balaları, hər birini salamlayıram. Əllərinizdən öpürəm və sizə baş əyirəm. 27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı, şərəfli Vətən müharibəsi 20 sentyabr 2023-cü ildə bütöv Azərbaycanın ərazi bütövlüyü ilə, suverenliyi ilə bitdi. Və biz bu işdə, bu yolda, bu şərəfli yolda ən birinci bizim müşahidlərimizi borcluyuq. Onların canları bahasına bugün suveren Azərbaycanda yaşayırıq. Şəhidlər heç vaxt düşmən ateşindən ölmürlər. Şəhidlər onlar yad edilməyəndə, unudulanda ölürlər. Amma çox şükürlər olsun ki, biz bugün elə bir dövlətdə yaşayırıq ki, nəinki 27 sentyabr anım günü, nəinki şəhidin mövlüd günündə, nəinki onun şəhid olduğu gündə, ilin hər bir gündə biz şəhidlərimizi yad edirik və onları həmişə belə ziyarət edirik. Bugünkü gündə dövlət başda olmaqla bütün Azərbaycan xalqı şəhidlərimizə rəhmət bəsləyir, onlara önəm verir və diqqət və qayğı göstərir onların ailələrine. Bizim bu şəhid qardaşlarımız özləri öz evlərində bugün gündə o çırağı söndürüb, görürsünüz, işğaldan azad olmuş torpaqlarda yeni həyat başlayır, evlər tikilir və köşklər olunur. Orada artıq evlərdə işıqlar yanır. Məhz bu oğullar öz evlərindəki o işığı söndürüb, onlara şərəf yaratdılar ki, Qarabağın işıqları. Qarabağdakı evlərdəki işıqlar yansın. Düzdür. Müharibə, vətən müharibəsi, bunlar hamısı olmalıydı və oldu da. Bugünkü gündə bizim işğaldan torpaqlarımız qayıtdı, şəhərlərimiz qayıtdı, kəndlərimiz qayıtdı. Azərbaycan suverenliyi təmin olundu, bütöv Azərbaycan oldu. Namusumuz, qeyrətimiz, şərəfimiz, ləyaqətimiz hamısı qayıtdı. Amma qayıtmayan bir tek bu oğullar oldu. Allah bunlara hamısına rəhmət eləsin. Hər birinin ruhu qarşısına baş əyirəm. Sizə də şəhid ailələri Allah'tan səbir və möhkəm can sağlığı arzulayıram. Çox sağ olun. Təşəkkür edirik. Və tədbirimizdə qəlbi